Number of political prisoners in Azerbaijan had surged to nearly 400. Groups on the arbitrary arrest and sentencing of academics Baruz Samadov and Igal Abilov in Azerbaijan. Baruz Samadov et Iqbal Abilov, deux chercheurs et Qətnamə ilk növbədə Azərbaycanda 400-dən çox siyasi məhbusun olduğunu qeyd edir. To the opposition figures who have been recently arrested. AKP lideri Əli Kərimlinin həbsi və ona qarşı aparılan siyasi motivli cinayət işi Azərbaycanda avtoritarizmin konsolidasiyası kimi qiymətləndirildi. Ağır insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan rəsmilərə münasibətdə sanksiya çağırışı edilir. We value our relationship with Azerbaijan as a reliable energy partner. No one should be convicted for exercising their fundamental rights. We will therefore continue to call on the government of Azerbaijan to abide by its international obligations. Avropa Komissiyasının rəsmisinin Avropa Parlamentindəki debatlarda çıxışında kövrək formada da olsa Azərbaycanda insan hüquqları məsələsi vurğulandı. Baxmayaraq ki, orada əsas vurğu ticarət və energetika sahəsində əməkdaşlıq üzərində qurulmuşdu. Lakin gəldiyimiz qənaət ondan ibarət ki, Avropa Parlamentinin qəti mövqeyi bu məsələdə komissiyaya lazım olan mesajı göndəribdir.